Əmim qızının ad günündə bir oğlana vuruldum. Sonra öyrəndim ki, anamın dayısı oğlu imiş. Çox xoşuma gəlmişdi. Həmin gün sadəcə adını öyrəndim. Hardan əlaqə saxlayım bilmirdim, yadımdan çıxmırdı. Əvvəl valideynlərim məcbur edib getdiyim toylara onu görmək ümidi ilə tez-tez gedirdim. Amma oxuyurmuş deyə valideynləri gəlsə də özü gəlmirdi. Bir il keçdi, mən yenə də hazırlaşıb əmim qızının ad gününə getdim. Amma o gəlməmişdi. Bir il keçmişdi artıq, mən onun haqqında heç nə bilmirdim. Beləcə bir il daha keçdi. Yenə əmim qızının ad günündə ona vurulandan 2 il sonra yenidən gördüm onu. Həmin gün anasına yaxın oturmuşdum. Yaşını öyrənə bildim. Üzərindən bir ay keçdi. Oğlanın bacısının telefonu əlimə düşdü. Instagrama girib səhifəsini tapıb takib atdım. Qohumlarla takibləşirdi deyə qəbul edib qarşılıq verdi. Bir müddət sonra onu sevdiyimi dedim. O da mənə qarşı boş olmadığını dedi və biz sevgili olduq. 2 il bunu ailələrimizdən gizlətdik. Sonra anasına məni istədiyini dedim. Anası da məni çox istədiyi üçün razılaşdı. Mən də ailəmə hər şeyi dedim. Atam razılaşdı. Anam isə yox dedi. Sonra atam razı saldı. Elçiliyə gəldilər. İndi isə hərilik.